Salam əziz abituriyentlər, bu gün sizinlə birlikdə qəbul imtahanı üçün sınaq 4-ün izahına baxacağıq. Hansı ki, bu sınağın hər bir sualı bütöv bir mövzunu izah eləyəcək bizə. Gəlin vaxt itirmədən sualların izahlarına başlayaq. Deməli, birinci sualda qeyd edilib ki, A nöqtəsindən hərəkətə başlayan cismin B nöqtəsində olduğu vaxt yer dəyişməsi S olarsa, C nöqtəsində olduğu andakı yer dəyişməsinin modulu nəyə bərabərdir? Uşaqlar, deməli, A nöqtəsindən B nöqtəsinə yer dəyişməni tapdıqda, başlanğıc nöqtədən son nöqtəyə ən qısa məsafənin uzunluğunu tapmalıyıq. Yəni bu məsafənin uzunluğunu tapmalıyıq. Buradan buranın radius olduğunu görürsüz. Burada radiusdur. Uşaqlar, bura 90 dərəcə olduğu üçün burada düzbucaqlı üçbucaq əmələ gəlir. Yəni bura r-dirsə, mənə bu məsafə lazımdır başlanğıc və son arasında. Pifaqor teoreminə görə buranı tapdıqda kök altında yazıram r kvadrat plus r kvadrat. Bu da bərabər eləyir 2r kvadrat. Yəni buradan alacağım mən r kökdə 2. Bu R kökdə 2 şərtdə S deyiblər. Deyir ki, C nöqtəsində olan yer dəyişməni tap. C nöqtəsində yer dəyişməni tapanda yenə başlanğıc nöqtədən A nöqtəsindən C nöqtəsinin ən qısa məsafəyə baxıram. Yəni onları birləşdirən düz xəttin uzunluğuna baxacağam. Burada göründüyü kimi bura R-dirsə, burada radiusu R-dir. Yəni buradakı yer dəyişmə olacaq 2R. Yəni C nöqtəsindəki yer dəyişmə olacaq 2R. Qutarda getdi uşaqlar. Yəni buradan R kökdə 2-nin S olduğunu görürəm. Buradan E bərabərdir S bölü kök 2 yazsam. Yəni bura gətirib qoysam 2 vurulsun, n əvəzinə yazaram s bölünsün kökdə 2. Buradan 2-nin kök 2 vur 2 kimi kök 2 vur kökdə 2 kimi yazsam cavab qalacaq s kökdə 2. Yəni s kökdə 2 alınır. Sadə bir sualdır bu. Birinci sual. Deməli, ikinci suala baxıram. İkinci sualda qeyd edilib ki, yerin süni peykinin yer səthi yaxınlığında dövrətmə periodu t-yə bərabər olarsa, yer səthindən h bərabər 3 yer radiusu hündürlüyündə nəyə bərabər olar? Uşaqlar, bu sualı gəlin isbatla həll eləyək. Deməli, bura olsun yerin radiusu r, yerdən bir h qədər, səthindən bir h qədər hündürlükdə müəyyən bir peyk hərəkət eləsin. M kütləli peyk və sürəti ilə hərəkət edir. Peyk burada çevrə üzrə bərabər sürətli hərəkət eləyəcək əziz abituriyentlər. Və burada peykə təsir edən qüvvələr hansı qüvvələr olacaq? Yer kürəsi peyki özünə doğru mg bölünsün r plus h kvadratı. R plus h kvadratını hələ ki indidən yazmayaq. Sadəcə yazıram ki, r kvadratı cazibə qüvvəsindən cəzb eləyəcək və bu qüvvə mərkəzdən qaçma qüvvəsinə bərabər olmalıdır. Yəni m v kvadrat böl r-ə bərabər olmalıdır. Buradan r-ləri ixtisar eləsək, balaca m-ləri ixtisar eləsək, yerin süni peykinin sürəti üçün alacağım. Gm bölünsün r. Buradakı böyük m planetin kütləsidir. Uşaqlar, müəyyən hündürlük deyəndə artıq sürət üçün V bərabər Gm bölünsün R plus H yazmalıyım. Bəs periodu necə taparam? Period bərabər olur 2πr bölünsün V. Çevrə üzrə hərəkətdə. Buradan yazıram 2πr bölünsün. V-nin əvəzinə bu ifadəni yazsam, məsələ həll olacaq. Yəni nə yazacağım buradan? Kök altında Gm bölünsün. Kökdə R var, amma o riyazi olaraq yuxarı qalxır və kökdə R-i buraya yazıram mən. Yəni uşaqlar, bu R-i içəri də sala bilərsiniz siz. Yəni nə olacaq? İçəri salmaya da bilərik həm də. İndi burada fikir verin. H qədər hündürlük deyəndə bu düsturu bu cür yazırlar. Period bərabərdir 2pi bölünsün kökdə gm. Sadəcə h qədər hündürlük olanda ümumi məsafə olur r plus h. Yəni yazacağım r plus h vurulsun. Kök altında yenə kökdə r-in əvəzinə yazacağım. R plus kökdə h. Baxın bu cür. H-ın əvəzinə 3 r qoyduqda, yəni bura h-ların əvəzinə 3 r qoyduqda görək nə alınır. R plus 3R, buradan alıram 4R. Kökün altında isə R plus 3R eləyir kökdə 4R. 4 çıxır kökdən, yəni 2 kimi çıxır. 4-ü 2-yə vururam, cavab qalır 8. Yəni H artanda T artırdı, neçə dəfə artır? 8 dəfə. Cavab qalır 8-də. Mən formulda burada sizin üçün isbat elədim. Deməli, üçüncü suala baxıram, əziz abituriyentlər. 3-də görək nə deyilir? Bir saniyə. Deməli, elastiki yaydan 2 ədəd yük asdıqda uzanma x olursa, 3m kütləli yükü götürdükdə yayın uzanması nə qədər olar? Bu kütlələrin aşağı doğru müəyyən ağırlıq qüvvəsi var və bu ağırlıq qüvvəsi bu yayın bağlandığı nöqtədən asılmış nöqtəyə doğru kx elastiklik qüvvəsi ilə tarazlıqdadır. İndi uşaqlar, birinci halda yuxarıya doğru kx-dir, aşağıya doğru isə m və 3m birlikdə 4mc ağırlıq qüvvəsi var. İndi uşaqlar, fikir versəz, 3m kütləli yükü götürsəm, aşağıya doğru mc ağırlıq qüvvəsi olacaq. Deməli, və bu qüvvə müəyyən elastiklik qüvvəsi ilə tarazlaşacaq. İndi fikir verin, mc ağırlıq qüvvəsi olanda mənim kütləm 4m-dən m-ə düşür, düzdürmü? Kütlə 4 dəfə azalsa, deməli, x də kütlə ilə düz mütənasib asılı olduğuna görə x də 4 dəfə azalacaq. Cavab qalacaq x bölünsün 4. Bu da oldu bu cür hesab abituriyentlər. Deməli, dördüncü suala baxıram. Dördüncü sualda
Çəkisi 120 Newton olan bir cins çubuğu dayaq üzərində tarazlıqda saxlamaq üçün lazım olan minimal qüvvə nəyə bərabər olmalıdır? Çəkisi 120 Newtondur bu bir cins çubuğun. Gəlin kütlə mərkəzini tapaq. Burada 6 bölgü var. 1, 2, 3, 4, 5, 6. Kütlə mərkəzi tən ortaya, geometrik ortaya düşəcək. Yəni 120 Newtonluq ağırlıq qüvvəsi baxın bu nöqtəyə tətbiq edilib. Bu 120 Newtonun bu dayaq ətrafında momenti nəyə bərabərdir? Momenti tapmaq üçün 120-ni vuracağam nəyə? Vuracam 1-ə, düzdürmü? Birinci qüvvənin momenti olacaq 120 vurulsun 1. İndi mənim birinci qüvvəmin momenti 120 vurulsun 1-dir. Yəni 120 Newton vur metrdir. Bunun tarazlıqda qalması üçün ikinci qüvvənin momenti də 120-yə bərabər olmalıdır. İkinci qüvvənin sən momentini necə taparsan? Qüvvə vurulsun həmin qüvvənin qolu bərabər olmalıdır birinci qüvvənin momentinə, düzdürmü? 120-yə. Yəni F1 L1 bərabərdir F2 L2 sizin dilinizdə desək. İndi buradan F-i tapmaq istəsəm, F bərabərdir 120 bölünsün L. Mənə deyir ki, qüvvə minimum olsun. Qüvvənin minimum olması üçün qüvvə qolunun maksimum olması lazımdır. İndi mənim qüvvə qolumu hardan hesablayıram? Dayaqdan hesablayıram, düzdürmü? Dayaqdan maksimum məsafə fikir verin 4 dama uzaqda olacaq. 4 dama uzaqda götürməliyəm deməli mən həmin qüvvəni. 4 dama uzaqda mənim qüvvə qolum maksimum olacaq. Yəni elə 4 qoysam, cavab olacaq 120 bölünsün 4. Yəni 30 Newton. Bu oldu dördüncü sual. Deməli, uşaqlar gedirəm beşinci suala. Beşinci sualda deyilir ki, qapalı sistemi təşkil edən kürələr 3P və 2P impulsları ilə qarşı-qarşıya hərəkət edirlər. Kürələr qeyri-əlastiki toqquşduqdan sonra hansı istiqamətdə və hansı impulsla hərəkət edirlər? Qeyri-əlastiki toqquşma o deməkdir ki, bunlar toqquşandan sonra bir yerdə hərəkət edəcəklər. Burada sistemin ilk impulsu bərabər olmalıdır sistemin son impulsuna. Qapalı sistemdə saxlama qanunu ödənilməlidir. Çünki burada sistemə təsir edən qüvvə dəyişmir. İlk impulsa baxın uşaqlar. Deməli, bizim birinci cismin impulsu 3P sağ istiqamətdə, ikincinin 2P sol istiqamətdə. Uşaqlar, əks istiqamətdə olan impulsların yekun əvəzləyicisini, yəni yekun impulsu tapmaq üçün bu impulsları bir-birindən çıxacağam mən və yekun impuls böyük impulsun istiqamətində olar. Eynən qüvvədə olduğu kimi. Burada 3P-dən 2P-ni çıxıram, cavab qalır P. Yəni mənim son impulsum P olacaq və 3P böyük impuls sağ tərəf olduğuna görə yekun impulsa sağ tərəf olmalıdır. Mənim ilkin impulsum sağ tərəfi P-yə bərabərdir. İlkin impulsda son impulsa bərabər olduğu üçün, deməli mənim son impulsum da P olacaq. P impulsu ilə sağa tərəf, baxın D variantında var. P impulsu ilə sağa tərəf. Bu oldu 5-ci sual. Deməli uşaqlar, keçirəm 6-cı suala. Deyilir ki, bir cins maqnit sahəsində müxtəlif sürətlərlə çevrə üzrə bərabər sürətlə hərəkət edən iki proton üçün hansı fiziki əməliyyatların qiymətləri eynidir? Bu sualı artıq dəfələrlə biz yazmışıq. Maqnit sahəsində hərəkət edərkən zərrəciklər, yükü olan zərrəciklər çevrə cızacaq və burada yükə təsir edən QV Lorentz qüvvəsi mərkəzdən qaçma qüvvəsi mv kvadrat böl r ilə tarazlaşacaq. Buradan v-lər ixtisar gedəcək və radius üçün bir ifadə alacaqsınız. Şimdi mən bir-bir baxım. Lorentz qüvvəsi. Lorentz qüvvəsi Q və B-dir. Protonların yükləri eynidir. Sürətləri eyni verir. Burada yox, müxtəlif sürətlərlə. Aha, sürətlər müxtəlifdir. Maqnit sahələri eynidir. Sürətlər müxtəlifsə qüvvələr müxtəlif olacaq. Bir yox. Dövrətmə periodu. Period bərabərdir. İsbat eləmişik biz bunu. 2pm bölünsün QB ilə tapılır. Buradan protonların kütlələri bərabər, yükləri bərabər, maqnit sahəsi bərabər, dövrətmə periodu ola bilər. Əyrilik radiuslarını mən birinci baxın bu formuldan alacağam. Buradan R bərabər olacaq uşaqlar. MV bölünsün QB-yə. Göründüyü kimi MQB bərabərdir, amma sürətlər müxtəlifdir. Deməli 3 də müxtəlifdir. Bucaq sürəti uşaqlar, bucaq sürəti bərabərdir 2pi bölünsün period. Periodlar bərabər olduğu üçün bucaq sürəti də bərabərdir. Mərkəzə qaçma təcili QVB Lorentz qüvvəsini mən EMA mərkəzdən qaçma qüvvəsi ilə bərabər eləyəndə M-lər, Q-lər, B-lər bərabər olsa da sürətlər fərqli olduğuna görə təcillər fərqli olacaq. Deməli təcillər də fərqlidir. 2, 4 eynidir. Deməli uşaqlar 7-ci suala baxın. Deyilir ki, kütləsi 6 kiloqram olan K cismi maye səthində tarazlıqdadır. Onun üzərinə hansı kütləli X cismini qoymaq lazımdır ki, bu K cismi tamamilə soya bassın. İndi birinci halda tarazlıq halı ödənilir. Mayenin sıxlığı rho maye, cismin sıxlığına rho cism desəm. Birinci halda tarazlıq varsa, aşağı olan mc ağırlıq qüvvəsi yuxarıya olan F arximet qüvvəsi ilə tarazlaşmalıdır. Mc ağırlıq qüvvəsi üçün yazaram rho cism vurulsun batan hissənin həcmi. Burada 3 bərabər bölgü var. Hərəsinə V deyirəm. Yəni daha doğrusu ümumi cismin həcmi 3V'dir. Rho cism vurulsun 3V, vurulsun J bərabərdir. Rho maye arximet qüvvəsi üçün yazaram. Yəni mc-ni arximetə bərabər edirəm. Rho maye vurulsun V batan. 2V'si batıb bunun. 2V vurulsun J. İndi uşaqlar J'lər buradan getdi, V'lər getdi. Belə bir ifadə aldıq biz. İndi ikinci hal üçün, yəni bu aldığım 3 rho cisim
Bərabər 2 Romayeni bir indi istifadə edəcəm mən. İkinci halda yenə də aşağıya fikir versəz, ağırlıq qüvvəsi var, K-nın ağırlıq qüvvəsi var, o heç. X cisminin də artıq ağırlıq qüvvəsi var aşağıya. X cisminin də ağırlıq qüvvəsi var və yuxarıya bir dənə nə var? Uşaqlar Arximed qüvvəsi var. Yuxarıya Arximed qüvvəsi var. Məndə K cisminin uşaqlar kütləsini verib əslində mənə. K cisminin kütləsi üçün yazaram. MK bərabərdir rho cisim vurulsun. 3 dənə həcm var burada. 3V vurulsun J. Yəni bunun 6-ya bərabər olduğunu, daha sonra bu ağırlıq qüvvəsi oldu. MC yazın bura. Bunun 60-a bərabər olduğunu görürəm mən. İndi uşaqlar ikinci halda Arximed yuxarıdır. Yuxarı olan qüvvə aşağılarla tarazlaşmalıdır. F Arximed bərabərdir K cisminin ağırlığı. Burada K cisminin ağırlığı var. K cismi 6 kiloqramda, ağırlığı 60 Newton olacaq. Üstəgəl X cisminin ağırlığı. Arximedin əvəzinə nə yaza bilərəm? Romayı vurulsun V batan. Nə qədərsə batıb burada? 3V-si batıb. Düzdür? 3V vurulsun J bərabərdir 60 üstəgəl X. Uşaqlar Romayını buradan görürsünüz, düzdür? Yəni Romayını buradan tapa bilərəm mən. Romayı bərabərdir 3 rho cisim bölünsün 2. İndi buradan Romayın əvəzinə yazsam 3 rho cisim bölünsün 2 vurulsun 3 VJ. Baxın bu ifadəni yazdım və siz görürsünüz ki, rho cisim 3 VJ 60 Newtona bərabərdir. Yəni buradan rho cisim 3 VJ 60 Newtona bərabərdir. Bərabərdir 60 üstəgəl X. 3 vurulsun 60 bölünsün 2 bərabərdir 60 üstəgəl X. Buradan belə bir ifadə çıxır. 180 bölünsün 2 90. X də eləyəcək 30. X 30-dursa, 30 Newtondursa bu 3 kiloqrama uyğun gələcək. Bu oldu 7-ci sualın izahı. Deməli 8-ci suala baxıram. Deyilir ki, eyni həcmli iki balonda eyni kütləli və temperaturlu helium və neon qazlar vardır. Molyar kütlələr verilib, təzyiqlər arasında əlaqə istəyir. Məndən PV bərabər Newton formulundan yola çıxacağam. Uşaqlar PV bərabərdir. Mol miqdarının əvəzinə yazıram. Kütlə bölünsün. Molyar kütlə vurulsun R vur T. Universal qaz sabiti sabit bir kəmiyyətdir. Həcmlər sabitdir. Kütlələr sabitdir. Temperaturlar sabitdirsə təzyiq molyar kütlə ilə tərs mütənasib olacaq. Yəni burada fikir verin. P1 bölünsün P2 tərs mütənasib yazmalıyam. Molyar kütlələri M2 bölü M1 yazacağam. Formulu özüm çıxartdım. Qurtardı getdi. P1 helium üçün yazım. P helium bölünsün P neon bərabərdir. Deməli heliumun molyar kütləsini aşağı yazıram. 4-ü bura yazıram. Neonunkini də yuxarı yazıram. Neon da 20-dir. Baxın bu nisbətdən siz cavabı tapa bilərsiniz. Bu oldu 8. Uşaqlar 9-a baxıram. Deformasiya edici qüvvənin sabit qiymətində mütləq uzanmanın ən kəsin sahəsinə asılı qrafiki. Deməli, tətbiq elədiyim qüvvə bərabər olur K vur delta elə, deformasiya edici qüvvə. Delta L bərabər olur F bölünsün K-ya. K-nın əvəzinə yazıram SY bölünsün L0. Bölünsün L0 qalxır yuxarı. Burada qüvvə sabitdir. Uzunluğu sabit verib. Yung modulu da sabitdir. Delta L S-dən tərs mütənasib asılı olur. Qurtardı, getdi. Önəmli formullar burada. 10-cu sualda qeyd edilib ki, deməli burada belə bir yük sistemi var. Deyilir ki, Q2 yükünü mənfi Q ilə əvəz eləsək, A nöqtəsindəki yükün sahənin intensivliyi və modulu istiqaməti, intensivliyin modulu və istiqaməti necə dəyişər? Uşaqlar indi bunu mənfi gətirməmişdən əvvəl fikir versiniz, bura müsbət, bura müsbət, burada müsbətdir. Burada bir A nöqtəsi var. Uşaqlar, kvadrat şəkilli bir formadır bu. Bütün məsafələrə A desəm olar. A, burada A-dır, burada A-dır. İntensivliyi tapmaq üçün istifadə edirəm mən. E bərabərdir K, Q bölünsün R kvadratı formulundan. İndi müsbət yükdən də intensivlik xəttləri uzaqlaşır. Bunu bilirsiniz. Yəni A nöqtəsində baxın, bu 1 olsun, bu 2 olsun, bu da 3 olsun. 1-in yaratdığı intensivlik baxın bu istiqamətdə olacaq. E1 bu istiqamətdə olacaq. 3-ün yaratdığı 3-dən uzaqlaşır kimi bu istiqamətdə olacaq və bu oldu 3-ün istiqaməti. Uşaqlar 2-nin də yaratdığı 2-dən uzaqlaşır kimi baxın bu istiqamətdə olacaq. Birinci halda bütün fikir versəz burada E2 yazım. İntensivlik modullarının istiqamətləri eynidir. Bunu bildik və dəyərlərini necə tapacağam? İndi birincidən bura qədər məsafəyə A dedim. İkincidən bura qədər məsafəyə A nöqtəsinə qədər, 3-dən A-ya qədər məsafəyə A dedim. İkincinin A nöqtəsindəki məsafəsi diaqonal üzərində yerləşir və diaqonal üzəri uzunluğu A kökdə 2 olacaq. İndi ümumi halda E1 üçün nə yaza bilərəm? K vurulsun Q bölünsün A kvadratı. İkinci hal üçün nə yaza bilərəm? Yəni E3 üçün KQ bölünsün A kvadratı.
E2 üçün də yaza bilərəm. KQ bölünsün. Diaqonalın kvadratı nədir? Eləyəcək 2 kvadratı, düzdürmü? Baxın, bu ifadələri almışam. İndi uşaqlar, bu üçün əvəzləyicini necə tapıram? Bu perpendikulyar olanları Pifaqor teoremi ilə tapacağam. Yəni Pifaqor teoremi ilə necə yazacağam? Y3 ilə Y1-ə baxıram. Y3-ün kvadratı üstəgəl Y1-in kvadratı olacaq uşaqlar burada. Çünki bu ikisinin, baxın, Y3 ilə Y2 bu istiqamətdədirsə, bu ikisinin əvəzləyici intensivliyi bu istiqamətdə olacaq. Elə Y2 ilə eyni istiqamətdə olacaq əslində. Üzün uşaqlar, bura 1 yazım. Y3 ilə Y1-in istiqaməti, yəni Y2 ilə eyni istiqamətdə olacaq. Yəni onları sonradan toplaya bilərəm. Bu ikisini Pifaqorla toplasam, buradan alaram KQ bölünsün A kvadratı vurulsun kökdə 2. Baxın, bu ifadəni aldım. İndi bu ifadə ilə də E2 eyni istiqamətdə olduğuna görə bu ikisini toplayıb yekun qiyməti alaram mən. İndi uşaqlar, ikinci halda isə mən bura E2-nin əvəzinə, Q2-nin əvəzinə daha doğrusu mənfi yük gətirsəm, siz bilirsiniz ki, mənfi yük olduqda nöqtədən mənfi yükə doğru istiqamətlənir intensivlik. Yəni Y3 ilə Y1-də problem olmayacaq, onlar istiqamətində qalacaq. Amma E2 fikir verin, əks istiqamətdə dəyişəcək. Çünki artıq nöqtədən mənfi yükə doğru intensivlik gələcək. Yenə də Y3 ilə Y1-in intensivliyi baxın bu diaqonal istiqamətində olacaq Pifaqor teoremi ilə. Amma bu səfər bu Y3 ilə Y1-in intensivliyi ilə E2-ni nəzərə alsaz fikir verin. Bunlar əks istiqamətdədir. Artıq onları çıxacağıq bir-birindən. Yəni qiyməti azalacaq avtomatik, intensivliyi modulu azalacaq, amma istiqaməti necə dəyişəcək? Yəni Y3 ilə Y1 mi böyükdür, yoxsa Y2 arxaya olan istiqamətdə olan mı böyükdür? İndi uşaqlar, Y3 ilə Y1-in əvəzləyicisi bu olacaq. KQ bölü A kvadratı vur kökdə 2, o dəyişmir. Y2-nin də qiyməti elə KQ bölü 2A kvadrat olacaq. İndi bunları müqayisə eləsəz bir-birindən, yəni KQ böl 2A kvadratı mı böyükdür, yoxsa KQ kökdə 2 böl A kvadratı mı böyükdür? Uşaqlar, bunun təxminən qiyməti KQ A kvadratlar eyni olduğuna görə bunun qiyməti 0,5-dir təxminən. Kökdə 2-nin isə təxminən qiyməti 1,4-dür. Riyaziyyatla da bunu tapa bilərsiniz. Yəni bu istiqamətdə olan intensivlik daha böyükdür. Yəni intensivliyin istiqaməti dəyişməz, amma modulu azalar. Bu oldu 10-cu sualın geniş izahı uşaqlar. Deməli, növbəti suala baxıram uşaqlar. 11-ci sualda sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi kondensatorun elektrik yükünün tutumdan asılı qrafiki. Q bərabərdir CU yazacağam mən ümumi halda. Sabit gərginlik mənbəyinə qoşulubsa gərginliyin mənim sabitdir. Q isə C-dən düz mütənasib asılı olacaq. Yəni cavab D variantı olacaq. Deməli, 12-ci suala baxıram. 12-ci sualda belə bir sxem verilib. Deməli, bu sxemdə bizdən nə istənilir? İki müxtəlif sxemdir. Sadəcə burada qütblərin yerini, qoşulan yerləri dəyişdirəndə lampaların parlaqlıqlarını istəyir. İnşallah birinci sxem budur. Birinci sxemdə fikir versəz, bura müsbət, bura mənfi qütb desəm, müsbət qütbdən gələn cərəyan şiddəti fikir verin. Birinin üzərindən keçir, gəlir çatır 2 qütbünə və birinin aşağısından gedib hər iki həm 3-dən, həm 2-dən keçib gəlir 2 qütbünə. Yəni bunlar necə qoşulublar uşaqlar? Fikir verin. Birinci L1 lampası gəlir. L1 lampası gəlir. Aşağıda isə cərəyan şiddəti həm 3-ün üzərindən, həm də 2-nin üzərindən keçir. Həm 3-ün üzərindən, həm də 2-nin üzərindən keçir uşaqlar. Gəlir çatır dövrəyə. Və bunların başlanğıc və son nöqtəsini U konstantı. Yəni sabit gərginlik mənbəyinə qoşublar. Uşaqlar burada paralel qoşulduğuna görə hamısının müqaviməti onsuz da bərabərdir. O şərtdə eyni lampalar verib. R yazıram. Paralel qoşulma olduğuna görə üstə gərginlik udur, altda gərginlik udur. Üstdəki cərəyan şiddəti nə olacaq? I1-in cərəyan şiddəti olacaq, U bölünsün R. Altdakı cərəyan şiddəti nə olacaq? İkisindən də keçən cərəyan şiddəti eynidir. I bərabər olacaq, 3 ilə 2-nin cərəyan şiddəti bərabər olacaq. U bölünsün ümumi müqavimət, yəni 2R. Bu birinci halda. Yəni birincinin cərəyan şiddəti birinci lampadan və ikinci lampadan. İkinci halda isə fikir verin. Bura müsbət, bura mənfi qütb qoşsam, müsbətdən gəlir bu cərəyan şiddəti, yenə ayrıldı. Fikir verin. Aşağıdan gələcək müəyyən hissəsi L3-dən keçəcək, gələcək 3-cü qütbə. Yuxarıdan da həm 1-dən, həm 2-dən keçəcək. Bu səfər isə 1 ilə 2-ni ardıcıl qoşublar. 1 ilə 2-ni ardıcıl qoşublar uşaqlar. Görürsüz? 3-ü isə onlara paralel qoşublar. Nəyə görə? Çünki bir qütbündən, bir nöqtəsindən cərəyan şiddəti burada 2 hissəyə ayrılıb. Ayrıldığı hissədə paralel qoşulma var. 3 də aşağı olur. Qurtardı getdi uşaqlar. İndi burada da eyni məsələ olacaq. Yenə də yenə də ümumi gərginlik bərabərdir. Yəni altdakı gərginlik U-dursa, həm də I3 bərabər olacaq. U bölünsün R-ə. Üstdəki cərəyan şiddətləri bərabərdir ardıcıl qoşulmaya görə. Yəni I1 I2-yə bərabər olacaq. Bu da bərabər olacaq. U bölünsün 2R-ə. Baxın, belə bir ifadə aldıq biz.
Düzdürmü? Belə bir ifadə aldıq. İndi burada uşaqlar e, dəyişmələri rahatlıqla tapmaq olar. Sadəcə burada məsələ i3-ün qiyməti budur. i2-nin qiyməti. İndi fikir verin. i1-in qiyməti u böl r idi. i1-in qiyməti olub u böl 2r. Məxrəc nə edib? Artıb. Məxrəc artıbsa i1 azalıb. i1 azalıb. i2-nin qiymətinə baxsaz, i2 burada u böl 2r-dir. i2 burada yenə u böl 2r-dir. i2-nin qiyməti dəyişməyib. i3-ün qiymətinə fikir versəz, i3 burada u böl 2r-dir. Amma burada i3 u böl r-dir. Məxrəc 2 dəfə azaldığına görə i3 2 dəfə artır. Neçə dəfə artdığını da tapdıq biz. Cavab tapıldı burada da. Deməli gedirəm uşaqlar növbəti suala. 13-cü suala baxıram. Termistr qızdırdıqda voltmetrlərin göstərişi necə dəyişir? Termistr yarım keçirici materialdan hazırlanır və termistr qızdırdıqda orada əlavə yük daşıyıcıların sayı artdığına görə cərəyan şiddəti artır. Bu isə termistr qızdırdıqda müqavimətin azalması deməkdir. Müqavimət azalır bu dövrədə. Bu dövrədə müsbət hissədən gələn cərəyan şiddəti həm R müqavimətindən, rezistordan, həm də termistorun üzərindən keçir. Ümumi cərəyan şiddəti bərabərdir. Ümumi EHG bölünsün ümumi müqavimət. Yəni R0 üstəgəl R termistor, üstəgəl bir də daxili müqavimət R ola bilər. İndi burada termistorun müqaviməti azaldığına görə cərəyan şiddəti artır. Cərəyan şiddətinin artdığını gördüm. Əla. Cərəyan şiddəti artdısa uşaqlar, birinci voltmetrin göstərişini tapa bilərəm çox rahatlıqla. V1 bərabərdir cərəyan şiddəti vurulsun R. Birincinin rezistorun müqaviməti dəyişməyib ki, R sabitdir. Cərəyan şiddəti artıbsa, deməli V1-in qiyməti artıb. Əla. İndi V2-nin qiymətini tapmaq üçün bir balaca burada fənd işlətməliyik. İndi bu aşağıdakı ifadəni yuxarıya vursaz əgər, aşağıdakı ifadəni yuxarıya vursaz nə alarsınız? I R0 üstəgəl I R T üstəgəl I vurulsun balaca R bərabərdir EHG. Bu EHG sabit bir kəmiyyətdir. Uşaqlar R sabitdir. Burada fikir verin. I vurulsun R termistor V2-yə bərabərdir əslində. V2-nin qoşulduğu hissənin gərginliyidir. İndi bu I0 isə uşaqlar rezistorun qoşulduğu hissənin gərginliyidir. Yəni V1-dir. İndi uşaqlar burada V1 üstəgəl V2 üstəgəl I vurulsun balaca R bərabərdir EHG. EHG sabitdir burada. Burada fikir versəz V1-in artdığını gördüm. V1 artıbsa, cərəyan şiddəti də artıbsa, bu sağ tərəfin sabit qalması üçün V2 nə etməlidir? Azalmalıdır. Deməli V1 artacaq, V2 azalacaq. Qurtardı getdi. Artar azalar olacaq cavabımız. 13-cü sual bu cür. Gedirəm 14-cü suala. İnduksiyası B olan maqnit sahəsində bu qədər kütləli cisim var. Deməli, amper qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Naqilə təsir edən əvəzləyici qüvvə. Bu naqilə aşağı istiqamətdə mc ağırlıq qüvvəsi təsir eləyir. Amper qüvvəsinin istiqamətini tapmaq üçün nə edəcəm? IBL-dir formulumuz. Burada sağ əl qaydasından istifadə edəcəm. Baş barmağımı cərəyan istiqamətində qoyacağam. 4 dənə barmağım maqnit sahəsini göstərir. Maqnit sahəsi burada nöqtədir. Yəni şəkildən mənə gələcək. 4 dənə barmağımı özü istiqamətində tutduqda ovucum aşağı istiqamətdə baxdığı üçün ovucumdan aşağı istiqamətdə olacaq amper qüvvəsi. Deməli amper qüvvəsi burada aşağı olur. Əvəzləyici qüvvə nə olacaq uşaqlar? Amper qüvvəsi üstəgəl mc ağırlıq qüvvəsi. Və deyirdi ki, amper qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Ağırlıq qüvvəsini tapa bilərəm. 0.02-nin ağırlıq qüvvəsi nə qədər olacaq? 0.2 Newton. Amper də elə 0.2 Newtondur. Deməli totalda mənim əvəzləyici qüvvəm olacaq 0.4 Newton. Bu oldu 14-cü sual. Keçirəm 15-ci suala. Weber bölünsün amper vurulsun saniyə. Uşaqlar Weber fi deyir. Burada maqnit selidir. Maqnit seli bölünsün cərəyan şiddəti vurulsun zaman. Uşaqlar maqnit selinin cərəyan şiddəti ilə əlaqədar bir formulunu bilirəm. Li bölünsün I vurulsun T. Burada məqsəd ixtisar aparılıb ən sadə varianta gətirməkdir məsələni. İlər getdi. Qaldı L bölünsün T. L bölünsün T əslində çətin görünə bilər sizə. Çünki bu ikisini görmək çox nadir hallarda olur. Amma elə bu işimizə yarayacaq. Çünki induktivliklə zamanı gördüyüm yeganə formul EHG-yə aid olan formuldur. L vurulsun delta I böl delta T-dir. Amma mən vahid çıxartdığım üçün I böl T yazacağım kobul şəkildə. Baxın burada L böl T-ni görürəm. Düzdür? İndi I-ni mən aparsam sol tərəfə EHG bölünsün I bərabər olacaq L bölünsün T-yə. L böl T nədir? EHG bölünsün I. Yəni gərginlik bölünsün cərəyan şiddəti. Bu da müqavimətdir. Cavab olacaq burada mənim elektrik müqavimətim. Bu oldu 15. 16-ya baxıram. R müqavimətini artırdıqda kondensatorun elektrik sahəsinin enerjisi və sarğacın maqnit sahəsinin enerjisi necə dəyişər? Sarğacın aktiv müqavimətini nəzərə almayın. Bu sarğacın aktiv müqaviməti nəzərə alınmırsa, bu sarğacın üzərində heç bir gərginlik düşküsü olmayacaq. Səbəb odur ki, uşaqlar, bunu onsuz da sabit gərginlik mənbəyinə qoşmuşam. Dəyişən gərginlik mənbəyinə qoşsaydım, L-in üzərində gərginlik olacaqdı. EG bərabərdir mənfi L delta I böl delta T. Yəni gərginlik dəyişdikdə, cərəyan şiddəti dəyişdikdə orada bir EHG yaranır. Amma belə onda gərginlik yoxdur burada.
Uşaqlar, müqaviməti artırdıqda cərəyan şiddəti necə dəyişəcək? Cərəyan şiddəti bərabərdir ümumi gərginlik bölü ümumi müqavimət. Müqaviməti artırdıqda cərəyan şiddəti azalacaq. Cərəyan şiddəti azalsa, maqnit sahəsinin enerjisi 50 kvadrat bölü 2 əsasən cərəyan şiddəti azalsa, maqnit sahəsinin enerjisi də azalacaq uşaqlar burada. Bəs kondensatorun enerjisi, kondensatorun tutumunu verib, mən bu dövrəni biraz daha sadələşdirsəm, bura müsbət, bura mənfi qütb qoşsam, uşaqlar, mənim bu el indüktivliyimdir. Bunlar ardıcıl qoşulublar da. Bir ellə R ardıcıl qoşulub. Yəni R-i də bura gətirə bilərəm. Burada bir dənə kondensatorum var. Uşaqlar, indi bu dövrədə bura U yazıram. Burada heç bir gərginlik olmadığına görə səbəbini dedik. Bu bu dövrənin kondensatorun gərginliyinə, yəni bu nöqtələr arasında olan gərginliyə əslində paralel qoşulma ilə izah edilə bilər, düzdürmü? Yəni kondensatorun düşkülər arasındakı gərginlik elə dövrənin öz U gərginliyinə bərabərdir paralel qoşulmadan. Deməli bu enerjinin elektrik sahəsinin enerjisi üçün yaza bilərəm cu kvadrat bölü 2. Tutum sabitdir. Bu ümumi gərginlik konstant olduğuna görə bu kondensatorun gərginliyi də konstantdır. Deməli, elektrik sahəsinin enerjisi dəyişməz. Bəs tam enerjini istəsə məndən, tam enerji bərabərdir elektrik sahəsinin enerjisi plus maqnit sahəsinin enerjisi. Elektrik sahəsinin enerjisi dəyişmədir. Maqnitin enerjisi düşdü, tam enerji də düşəcək burada. Yaddaşımızda qalıb ki, tam enerji dəyişməz, amma dəyişə biləcəyi hallar var. Sistemə mən kənardan təsir etdim. Kənardan təsir olmasa dəyişməzdi elektrik tam enerji. Bu oldu 16-cı sualın izahı. Deməli, şu olar 17-yə baxıram. Ampermetrin göstəricinin dəyişən cərəyanın periodundan asılılıq qrafiki hansıdır? Ampermetrin göstəricisi necə təyin olunur? Uşaqlar, ampermetrin göstəricisi təsir edici qiymətlə təyin olunur. Bu da bərabərdir IM bölünsün kökdə 2. Bəs IM-i necə tapıram? IM-i tapmaq üçün kökdə 2 qalır burada. Onsuz da qrafikə təsir eləməyəcək. Yazacağım UM bölünsün ümumi müqavimət, yəni impedans müqaviməti. Buradan uşaqlar, 1 bölünsün kökdə 2. UM bölünsün. Ümumi müqavimət üçün yazacağım kök altında R kvadrat plus sadəcə tutum müqaviməti var. Yazacağım XS kvadratı. Qurtardı getdi uşaqlar. Bir dəfə də düstur yazsam kökdə 2. Uşaqlar UM bölünsün. Kök altında R kvadrat üstə gəl. XC-ni əvəzinə nə yazacağım indi uşaqlar mən? XC nədir? 1 bölünsün omega C. Düzdür? İndi mən omeganın əvəzinə periodu gətirsəm 2 pi bölünsün period C yazsam bu period qalxacaq da yuxarı riyazi olaraq. Düstur olacaq periyodun kvadratı bölünsün altda da 2 pi c'nin kvadratı, düzdürmü? Yəni olacaq r kvadratı üstə gəl periyodun kvadratı bölünsün altda da olacaq 2 pi c'nin kvadratı. Bu belə bir formul oldu, düzdür? Bu da bərabərdir cərəyan şiddətinə. İndi cərəyan şiddəti bu t-dən necə asılıdır? Tərs mütənasib olduğunu görürsüz. Amma bu t özü 0 olduqda bir qiymətdən başlayacaqdır. T 0 olduqda bura gedir 0-a və cərəyan şiddəti artıq müəyyən bir qiymətə malik olur. Çünki bura 0 olduqda yerdə qalır UM bölünsün R, düzdür? Yəni bir qiymətdən başlayıb tərs mütənasibəsi olacaq. Cavab olacaq D variantı. Deməli, uşaqlar, 18-ci suala baxıram. AB cismini qabarıq sferik güzgüyə yaxınlaşdırdıqda onun xəyalın ölçüsü və yeri necə dəyişər? Yaxınlaşdırdıqda ümumiyyətlə xəyal burada necə alınır? Ona gərək birinci baxaq. Xəyalı almaq üçün nə edirəm uşaqlar? 2 dənə şua göndərirəm güzgüyə. Biri paralel olur. Paralel düşən şua güzgüdən qayıdacaq. Qayıtma qanunları keçir və qayıdan şuanın uzantısı fokus nöqtəsindən keçir. Fikir verin, baxın bu cür. Və bir dənə də tam bu mərkəzi nöqtəyə göndərirəm. O da düşdüyü bucaq altında qayıdacaq. Baxın bu cür. Və bunun da uzantısı gedib burada bu nöqtədə kəsişəcək. Fikir verin. Şuaların uzantıları kəsdiyi üçün bu olacaq məndə mövhumi xəyal və xəyal da alınır burada düzünə və kiçildilmiş şəkildə bir xəyal alınıb. Deməli, mövhumi xəyallar üçün 1 bölünsün A çıxılsın 1 böl F bərabərdir mənfi 1 böl F düsturu keçərlidir. A cisim məsafəsi, B xəyal məsafəsidir. İndi buradan 1 böl A üstə gəl 1 böl F bərabər 1 böl B etsəm, nə etdim? Bunu bu tərəfə 1 böl F-i də sol tərəfə gətirdim. Fokus məsafəsi sabitdir. Deyir, güzgüyə yaxınlaşdırdıqda uşaqlar, güzgüyə yaxınlaşdırdıqda nə baş verəcək? A məsafəsi azalacaq da, daha yaxından olacaq da, A-nı azaldıram. A-nı azaltsan, F-in sabit qalması üçün B də azalmalıdır. Deməli, xəyal da güzgüyə yaxınlaşacaq. Və siz bu xəyalı bir də qursaz, xəyal güzgüyə yaxınlaşdıqca hündürlüyü artacaq yavaş-yavaş. Yəni böyüyəcək və güzgüyə yaxınlaşacaq. Böyüyər və güzgüyə yaxınlaşar. Onun üçün nə etməlisiniz uşaqlar? 2 dəfə və bir nəfər məsələn bu nöqtədə xəyal qurdunuzmu? Bir dəfə də bu nöqtədə xəyal qurun. Bu nöqtədə xəyal quranda uşaqların etdiyi bəzən səhvlər nədir? Uşaqlar, bir dənə buna diqqət edin. Baxın, şua göndərdiniz, düzdür? Birinci şua heç.
paralel göndərdiyin qaydır, uzantısı fokusdan keçir. İkincini bura göndərdikdə uşaqlar hansı bucaqla salmısınızsa çalışın həmin bucaqla qaytarın. Yaxşımı? Və bura yaxınlaşdıqca fikir verin, daha böyük bucaqla düşür və daha böyük bucaqla qayıdır. Fikir verin. Bu birincinin bax uzantısı gəlir bu nöqtədə kəsişir. Bu ikincinin uzantısı gəlir bu nöqtədə kəsişir. Fikir verin, burada xəyalların artıq hündürlükləri dəyişəcək. Bu da oldu 18-ci sualın izahı. 19-a baxırıq uşaqlar. Məsəl üçün fikir versəz 18-i heç bir düstur əzbərləmədən, qayda əzbərləmədən dedik. 19. Diffraksiya qəfəs periodunun qəfəs üzərinə düşən işığın tezliyindən asılılıq qrafiki necədir? Qəfəs periodu D sin teta bərabər m lambda formulu keçərlidir mənim diffraksiya hadisəmdə. Bu qəfəs periodu sabit bir kəmiyyətdir, yəni asılı olmayacaq digər heç bir kəmiyyətlərdən. Burada lambda sinus tetadan asılıdır amma. Deməli uşaqlar, 20-ci suala baxıram. Sing lövhəni müxtəlif tezlikli, intensivlikli şüalarla işıqlandırdıqda fotoeffekt müşahidə olunur. Diaqrama əsasən maksimal kinetik enerjiləri arasında münasibətləri doğrudur. Tapın deyir bunu. Deməli uşaqlar, mən bilirəm ki, göndərdiyim işıq enerjisi, yəni h nu işıq enerjisi bərabərdir. Açılış üstəgəl y kinetik. Yəni maksimal kinetik enerji bərabərdir. H nu çıxılsın a çıxış. Deməli maksimal kinetik enerji məndə yalnız və yalnız göndərdiyim işığın tezliyi ilə mütənasibdir. Tezliklə düz mütənasibdir. Dalğa uzunluğu ilə h bölü lambda. Dalğa uzunluğu ilə tərs mütənasib olar. Deməli fikir versəz burada hansının tezliyi böyükdür? 3-ün tezliyi böyükdürsə 3-ün maksimal kinetik enerjisi böyükdür. 2 ilə 1-in tezliyi bərabər olduğuna görə 3 böyükdür, 2 isə 1-ə bərabərdir. Çünki tezlik bərabərdirsə maksimal kinetik enerji də bərabərdir. Burada cərəyan şiddətinin qiymətinin fərqli olması düşən işığın intensivliyi ilə əlaqəlidir. 2 ilə 3-də intensivlik daha çox olub. Deməli uşaqlar, 21-ci sualda hidrogen atomunun enerji səviyyələri göstərilib. Şüalanan ən kiçik enerjili görünən işıq fotonunun dalğa uzunluğu hansı ifadə ilə təyin edilir? Uşaqlar, istər şüalanma olsun, işıq şüa udma olsun, sənin çıxan şüanın və udulan şüanın enerjisi, yəni H-nu enerjisi bu enerji fərqlərinə bərabər olacaq. Yəni hansı enerji stasionar hallarda hərəkət olub, ona baxacağıq biz. Dalğa uzunluğunu deyir burada hc bölünsün lambda bərabərdir delta E. Buradan lambda bərabər olacaq hc bölünsün delta E. İndi uşaqlar, ən kiçik şüalanan deyirsə uşaqlar, böyük enerjili səviyyədən kiçik enerjili səviyyəyə keçən halda enerji xaric edilir, yəni şüalanma baş verir və görünən işıq hissəsi deyilirsə uşaqlar, biz ikinci burada stasionar hala baxacağıq. Bu qaydadır uşaqlar. Deməli ikinci haldan birinci hala keçdikdə şüalanma baş verəcək və fikir verin, enerji səviyyəsi daha az olacaq belə olduqda. Və burada biz enerji fərqi üçün yazacağıq. Uşaqlar, lambda bərabərdir hc bölünsün y2 çıxılsın y1. Ən yaxın olan oblastlara baxdım. Bu da oldu bu cür. 22-ci suala baxıram. 22-ci sualda iki müxtəlif F1 və F2 qüvvələri cismə eyni istiqamətdə təsir etdikdə əvəzlədici qüvvə 14 Newton olur. Eyni istiqamətdə olduqda əvəzlədici qüvvəni tapmaq üçün biz onları toplayırıq. F1 plus F2 bərabər olur 14-ə. Vektorial olaraq əks istiqamətdə təsir etdikdə isə əvəzlədici qüvvə fərqə bərabər olur. F1 çıx F2 bərabər olur 2-yə. Yəni uşaqlar, burada perpendikulyar istiqamətdə təsir etdikdə isə əvəzləyicini tapmaq üçün biz istifadə edəcəyik geometrik olaraq Pifaqor terimindən, yəni kök altında F1-in kvadratı üstəgəl F2-nin kvadratı. Sizə lazımdır F1 və F2-ni tapmaq. 2 dənə tənlikdən ibarət tənliklər sisteminiz var. Tərəf-tərəfə toplasaz F1 plus F1 2F1 olacaq. F2-lər islah gedəcək. 14 plus 2 olacaq 16. F1 üçün alacağım 8. F2 üçün də alacağım 6 Newton. Bu ikisini kök altında bu cür toplasaz cavabı 10 Newton alacaqsınız. Gerisi riyaziyyatdır. Deməli uşaqlar, 23-cü sual. Birinci qabda nisbi rütubət 70%, ikinci qabda 50% olarsa, bu qabları birləşdirdikdə nisbi rütubət neçə faiz olar? Bizim ümumi formulumuz var, amma bu formul hardan gəlir onu isbat edəcəm. Qısa da olsa öyrədəcəm necə isbat eləmək olar. Deməli, qab qarışığının ümumi nisbi rütubəti olur F1 V1 plus F2 V2 V1 plus V2 vurulsun 100%. Ümumi halda bu
Bu tip formullar kimyada da çox istifadə edilir, amma riyazi olaraq tapmaq daha məntiqlidir və yaxud isbat eləmək. Ümumi halda uşaqlar nisbi rütubət nədir? Və burada bir dənə məsələ var. Qablarda temperaturlar eynidir və sabit qalır. Bu mütləq rütubətin, yəni ρ0-ın sabit olması deməkdir. Yəni ümumi halda nisbi rütubət bərabərdir. F1 bərabərdir. ρ1 bölünsün ρ0 vurulsun 100%. İkinci halda da F2 bərabərdir. ρ2 bölünsün ρ0 vurulsun 100%. Temperaturlara eyni olduğuna görə rho sıfırları sabit saxladım. Ümumi halda fi bərabər olacaq uşaqlar. Ümumi su buxarının sıxlığı rho x bölünsün ümumi mütləq rütubət rho 0 sabitdir, vurulsun 100%. Düzdür. Ümumi sıxlıq üçün rho x üçün yazaram. Buxarların kütlələri m1 plus m2 bölünsün v1 plus v2 düzdürmü? Qurtardı getdi uşaqlar. Məsələ burada. Burada kütlələri bilmək lazımdır. Kütlələri necə bilərəm? M1, M2 nə olacaq? Çox sadə. Rho1, V1 üstə gəl. Rho2, V2 bölünsün V1 plus V2. Qurtardı getdi uşaqlar. Rho1 ilə Rho2-ni hardan taparam? Baxın, buradan taparsınız. Məsələ olacaq. Çox sadədəsində. Rho1 bərabər olacaq. F1 vurulsun Rho0 bölünsün 100%. Qurtardı getdi uşaqlar. Rho2 də bərabərdir F2 Rho0 bölünsün 100%. Bundan sadə bir şey yoxdur. Yəni sadəcə riyazi olaraq əvəzləmə eləməlisiniz. Yox, deyirsiniz ki, əvəzləmə eləmək istəmirəm. Əzbər eləmək istəyirəm. Üstəki yoldan gedin. Məsələ və seçim sizin öz əlinizdədir. Mən isbat üçün qeyddə yazdım. Çünki digər izahlarda onsuz da isbat edilmir. Yəni tam ürəyiniz istədiyiniz kimi əzbər öyrədilər yerlər bəs qədər var. Amma isbat şəklində görsəz heç vaxt yadınızdan çıxmaz. Yeni başlayanlara da əsasən sözüm. Bu oldu 23. 24-cü sual. Sərbəst düşən cismin potensial enerjisinin yerləşmədən hansısa qrafik verilib, ağırlıq qüvvəsini hesablayın. Yəni uşaqlar, bu sərbəst düşən cismin fikir verin, potensial enerjisi azalır, mc ağırlıq qüvvəsi aşağıdır, cismin yerdəyişməsi də aşağıdır, ağırlıq qüvvəsi burada müsbət iş görür. Ağırlıq qüvvəsinin gördüyü iş enerjinin dəyişməsinə bərabər olacaq burada. Ağırlıq qüvvəsinin gördüyü iş necə tapılaram? F vur S-lə, düzdürmü? F vur S yazdıqda ağırlıq qüvvəsi F vurulsun yer dəyişməm S bərabərdir. Enerjinin dəyişməsi uşaqlar. Enerjinin dəyişməsi. Mənim burada enerjim nə qədər dəyişir? Fikir verin. Potensial enerjinin dəyişməsinin mənfi qiymətinə bərabərdir. Yəni mənim burada potensial enerjim mənfi 60 joule dəyişib, düzdür? Amma ağırlıq qüvvəsinin işi onun əksinə bərabər olacaq. Yəni 60 joule olacaq. Deməli S də nə qədərdir burada? 5 metrlik bir yer dəyişmə var. Yəni F vurulsun 5 bərabərdir 60, F bərabərdir 12 Newton. Qurtardı, getdi. Bu oldu 24. Uşaqlar, baxıram 25-ə. Rəqs kondurunda baş verən sönməyən elektromaqnit rəqslərin periodunu necə artırmaq olar? Elektromaqnit rəqslərin periodu 2pi kök altında LS formulaya isbat tapılır daha doğrusu. İsbat eləmişik bunu. Yükün amplitudu qiymətini artırmaqla yox. Formula baxacağım uşaqlar. Yükün amplitudunu azaltmaqla yox. Yük yoxdur axı burada. Saralacın induktivliyini artırmaqla okey. Tutumunu artırmaqla okey. Baxın, bu 3 və 5 olacaq burada əsasən cavabımız. Qurtardı getdi, yəni tutumu artırmaqla. Və yaxud uşaqlar, ferromaqnit içlik saldıqda burada eli artırarsan, dielektrik saldıqda isə C-ni artırarsan. Onlar da ola bilər. Və yaxud C-nin digər formullarından uşaqlar, yəni C bərabər epsilon 0 S bölünsün D-də. S-i artırsaz T artar, D-ni artırsaz T azalar. Artıq orası sadə riyaziyyatdır. 26-cı suala baxıram. Birinci elektrik sahəsinin potensialı 30 volt olan nöqtəsindən 40 olan volt nöqtəsinə hərəkət etdikdə kinetik və potensial enerjiləri necə dəyişər? Verilmiş zərrəciklərin. Uşaqlar, intensivlik vektorunun istiqamətini mən bilmirəm, amma bilirəm ki, buranın potensialı 30-dur, buranın potensialı 40-dır. Potensial hansı nöqtədə böyükdürsə, o nöqtəyə müsbət yükə daha yaxındır. Yəni bu hissədə müsbət platalar var. Çünki burada 40 volt böyük potensial müsbət platada da yaxındır. Bu hissədə isə mənfi platadır. Yəni uşaqlar, mən görülən işləri tapacağam. Görülən işlər əsasən kinetik və potensial enerji necə dəyişir, onu tapacağam. Görülən iş bərabərdir Q vurulsun aradakı potensiallar fərqi. İndi uşaqlar, proton üçün baxsam, məsələn, birinci protondur. Müsbəti bura qoydum. Müsbət gedir 1-dən 2-yə gedir də sürəti saxladı. Bu müsbət, sağdakı müsbət plata bu müsbət protonu əks dəf eləyəcək. Düzdür, F qüvvəsi ilə. Yəni buradan qeyd edək də. Özü bu tərəfə gedir proton. F qüvvəsi onu dəf eləyir. Yəni bu yavaşdan hərəkət edəcək əslində. Yəni buradan iş mənfidir. İş mənfidirsə bunun kinetik enerjisi azalacaq, potensialı artacaq, düzdürmü? İndi uşaqlar, işi gəlin tapaq burada. Protonun yükünə bir dənə elektron desək, vahid yüklə elektron vurulsun. Potensiallar fərqi nə qədərdir uşaqlar? 10. 10 elektron volt
Burada iş var, düzdür? Amma mənfi işdir, düzdürmü? Yəni proton üçün iş mənfi olduğuna görə onun kinetik enerjisi 10 elektron volt azalır. Kinetik enerji 10 elektron volt azalır. 1B. Potensial enerjisi 10 elektron volt artır. E. Elektron üçün uşaqlar bunun tərsi olacaq. Çünki elektronun mənfi yükdür. Sağa tərəf hərəkət edirsə, özü mənə deyib də 30-dan A-dan B-yə gedir. Ona görə sağ qoyuram. Və bu müsbət plata mənfi elektronu özünə tərəf cəzb elədiyi üçün burada iş müsbətdir. F ilə B eyni istiqamətdə olduğuna görə iş müsbətdir. Yenə də E vur 10 yazacağam. Çünki elektronda da vahid yük E-dir. Burada 10 elektron volt müsbət iş var. Yəni kinetik enerjisi 10 elektron volt artar. Potensial enerjisi 10 elektron volt azalar. Gəldik alfa hissəciyinə, alfa zərrəciyinə. Alfa zərrəciyi də müsbət zərrəcikdir. Yəni proton haqqında, yavaşlayan haqqında dediyim məsələlər burada keçərlidir. Yəni sürət sağadır. Sadəcə sağdakı müsbət plata soldakı alfanı itələyəcək F küvəsindən. Burada yavaşlayan hərəkət var. Yəni iş mənfidir burada. Sadəcə işi tapanda A bərabərdir. Alfa zərrəciyində 2, 4, yəni yük ədədi 2 olduğuna görə 2 elektron vurulsun delta fi yazacağam. Delta fisi də 10-sa da fərqi görürsünüz. 30-dan 40-a 10-dur. Yəni 20 elektron voltluq bir mənfi iş var. İş 20 elektron volt mənfidirsə, deməli onun kinetik enerjisi 20 elektron volt azalar. 20 elektron volt azalar. Potensial enerjisi 20 elektron volt artar. Qurtardı getdi. Bu oldu 26-cı sualın izahı. 27-ci suala baxıram. Düz xətt boyunca hərəkət edən cismin hərəkət tənliyi şəkildə kimi verilib. Sürəti bu qədər olan anda onun yerləşməsini hesablayın. İnşallah sürət tənliyini necə yazarım? Çoxunuz törəmə ilə bunu tapa bilirsiniz, amma mən ümumi halda V bərabər V0 üstəgəl AT-dən yola çıxacağam. Çünki törəmə bilməyənlər üçün V bərabərdir. Mənim burada sürətim T-nin əmsalıdır. 6 üstəgəl təcildə T kvadratının əmsalının 2 mislidir. Bu artıq bəlli məsələlərdir. T kvadratının əmsalı 1-dir, 2 misli olacaq 2 vurulsun T. Sürəti 8 olanda uşaqlar. Son sürəti 8 qoydum. Buradan 6 gedir sağ tərəfə. Yəni 2 T bərabərdir 8 çıxaldı 2. T bərabərdir 1. Deməli zaman 1 olmalıdır. Zaman 1 olanda yer dəyişməni tapmaq üçün yer dəyişmə bərabərdir. Baxın, yer dəyişmə əslində bu hissədir. 6T plus T kvadrat. Çünki bu x0-dır da. x0 plus S yer dəyişmə olur normalda. Yəni V0T üstəgəl AT kvadrat bölü 2 yazılır. Və burada da hazır yazıb bizim üçün 6T plus T kvadrat. T'yə 1 qoysam 6 vur 1 üstəgəl 1-in kvadratı bu eləcək 7 metr. Qurtardı getdi abituriyentlər. Bu oldu 27. 28-ə baxıram. Bir atomlu ideal qaz əvvəlcə izotermik genişlənir, sonra izobar sıx qızdırılır. Hər bir prosesdə 100 kJ istilik miqdarı alınırsa, hər iki proses nəticəsində nə qədər iş görülər? Hər dəfə bu sualdan işləyirik artıq. Verdiyim istilik miqdarı sərf olunur daxili enerjinin dəyişməsinə plus qazın gördüyü işə, düzdürmü? İndi birinci halda və işlər istilik miqdarı həmişə 100 olub, onu da bilirəm hər dəfə. İndi birinci halda izotermik halda T konstantdırsa, onda mənim daxili enerjim dəyişmir. Delta U olur 0. Deməli Q bərabər olur. Delta U 0-dırsa Q bərabər olur A qazın gördüyü işə. Q 100-dürsə, deməli birinci halda qazın gördüyü iş də 100-ə bərabərdir. İkinci halda isə izobar qızdırılır. İzobar qızdırılanda P konstant olur və belə olanda avtomatik formullar dəyişir. Q bərabərdir. Delta U-nun əvəzinə yazıram 3 bölü 2 P delta V. P konstant daxil. İşin əvəzinə yazıram P delta V. Düzdürmü? Q 100-ə bərabərdirsə əgər, onda buradan neçə alıram? 2-də 5 P delta V. Düzdürmü? Buradan 5 ilə bu 100 ixtisar gedir. Qalır 20. 2 vur 20 edir 40. Deməli P delta V 40-a bərabərdir. Onda daxili enerji də 60-a bərabərdir. İkinci halda. P delta V də 40-dır. Məndən ümumi görülən işi istəyirdi. Bir dəfə 100 joule, bir dəfə də 20 joule. Cəmi, daha doğrusu 140 joule. Cəmi 140 joule-luq bir enerji var burada. Bu oldu 28-ci sualın izahı. Keçirəm 29-a. 29-da qeyd edilib ki, elektron birinci elektrik sahəsində sükunət vəziyyətindən hərəkətə başlayaraq o qədər potensial fərqini keçir. Və sonra maqnit sahəsinə daxil olur. Onun maqnit sahəsində cızdığı çevrənin radiusunun potensiallar fərqinin asılı qrafikini çəkin. Ötələr sual qəribə görünə bilər, uzun görünə bilər, amma məntiqi çox sadədir və çox işləmişik. Birinci növbədə bu müəyyən sürətlə maqnit sahəsinə daxil olan, perpendikulyar daxil olan hər hansı bir elektrik yükünə Lorentz kütləsi təsir eləyir. Və artıq biz bu formulu isbat eləmişik. Cızdığı çevrənin radiusu bərabər olacaq MV bölünsün QB-yə. Buna bir ulduz qoydum. Bəs orada daxil olunan qədər yığdığı sürəti necə tapa bilərəm mən? Çünki M QB onsuz da sabitdir. Burada sükunət vəziyyətindən bu sürətlənib. Çünki elektrik sahəsinin istiqamətinə baxın, bura müsbətdir.
elektrik hissəsinin getdiyi istiqamət isə mənfidir. Bu mənfi zərrəciyə fikir verin. Bu sağdakı müsbət plat da mənfini özünə tərəf cəzb edir, düzdürmü? Və yəni onun üzərində müsbət iş görüb. Və onun üzərində gördüyü müsbət iş sərf olunub onun kinetik enerjisinin artmasına. Deməli onun üzərində gördüyü işə mən yazaram Q vurulsun U, kinetik enerjisinə yazaram mv kvadrat bölünsün 2. Kinetik enerjinin dəyişməsində son çıx başlanğıcı yazmalıyam əslində. Amma başlanğıc anta sükunətdir deyə başlanğıcı götürmədim heç. Baxın sükunət alından başlayıb. Deməli buradan son sürəti tapmaq istəyirəm mən. Yəni məndə onsuz da sürət lazımdır. Buradan sürət bərabər olacaq 2Q-U bölünsün M kök altında. Düzdürmü? Mən burada gətirib yerinə qoysam M bölünsün QB çöldədir. Vurulsun 2Q-U bölünsün kütlə. Düzdürmü? Uşaqlar sadəcə V-in əvəzinə bu düsturu yazdım. İndi əgər burada gərginlikdən necə asılıdır? Düz mütənasib, amma kökün altında düz mütənasib. Qurtardı getdi. Bunu riyazi olaraq yazmaq sizin üçün 2 vur 2-dir. Baxın, belə bir qrafik çəkəcəksiniz. Uşaqlar, bu oldu sınaq 4-ün izahı və çox önəmli bir sınavıdır. Çünki içərisində həqiqətən keyfiyyətli suallar çoxdur və mən sualları daha geniş şəkildə izah etməyə çalışdım ki, sizin həm məntiqiniz, həm imtahandan əvvəl stressiniz azalsın. İndi uşaqlar, çalışın ki, təkrar eləməyə vaxt ayırın, ümumi sualların izahlarına yenə baxın. Bu oldu bizim sınaq 4-ün izahı. İnşallah irəliləyirik. Sizin üçün hər mövzuya aid ayrı-ayrı imtahana gələ biləcək hissələrin izahları da olacaq. Bu günlük özünüzə yaxşı baxın. Sizinlə birlikdə sizin fizika müəlliminiz Elvin müəllimidir. Hələlik.